Bəzən mən İranlı diplomatdan illər öncə söhbət eləyəndə mənə qəribə deyirdilər ki, ay siz niyə belə Türkiyələr müttəfiq, biz məhzəbə görə bir yerdə olmuyor. Deyirlər, bizim üçün məhzəb, bizim əksəriyyətimiz, düzdür, İran-pərəstlərimiz də aramızda var. Bizim üçün əsasən Azərbaycan məhzəb əsas deyil. Bizim üçün milli və təhlükəsizlik maraqları. Millət, yəni Türküyük biz. Türkiyə ilə maraqlarımız üst-üstə düşür. Nə olsun ki, o Türkiyə əhalinin böyük hissəsi sünnidir, bizim böyük hissəmiz şiəyik. Bizim üçün məhzəb önəmli. Yox, siz bizlə olmalısınız, biz hamımız şiəyik. Bax, bu prinsip, yanlış prinsipdən çıxır. Çox ağzına çıxartmışsınız oradakı şiələri. Hizbullahı da ona görə yaratdılar. Livana böyük bir problem çevir. Bax, Hizbullah olmasaydı, Livan niyə dağılırdı ki? Beyrut niyə dağılırdı? Bir dənə raket atır İsrail, İsrail ondan 100-ünü atır. İndi 100 minlərlə qaçqın Livanda var. Cənubi bölgələrini tərk edir. Yazılan qalmağa yer. Demirəm, İsrail yenə də böyük güc, doğru yanaşmır. Amma Livan ordusu ölkəyə nəzarət edə bilmir.